Bəs durunda belə abırınız olsun, həyavuz olsun, belə əlinizdən daha sosial şəbəkəyə girən bir o içinə box olsun belə. Siz belə benim haqq, ədalət qədri bilən millətsiniz. Belə düzgünlük qədrini bilən millətsiniz. Qazilərin, hansı ki siyasi fəalların, xanımlar, jurnalistlər həbs oldular, haqqını istəməyən bir millət indi üçün TikTok'un götünə belədir. Hamısı da eyni poxu paylaşır. Cəhənnəmə tutublar, qara görə tutublar. Həmin o insan idi deyən Azərbaycanda problem yoxdur, demokratik dövlətdir. Nə bilim nə deyim, mən vətənimi sevirəm. Vətənin tek, yiyib içməyə gəlmirlər. Vətəndə tek restoran, istirahət zonası olmur. Vətən tek tarqovdan ibarətdir bu qaz. Vətənin türbəsi var, vətənin polisi var, şərriyəni var. Vətənin belə şeyləri də var. Mən o belə temalarda heç birində video çəkən insan deyiləm. Mənim sosial şəbəkələrdə olan, nə bilim bu TikTokerlər olsun, ya show business olsun, mən heç umurumda deyil. Məni Azərbaycanda gedən siyasi proseslər maraqlandırır və bunlara öz etirazımı bildirmək üçün video çəkirəm. Əlimizdən belə, əziz vətənlərim, əziz xalqım, əziz analar, bacılar, qardaşlar, nə bilim, dayı oğlu, bibi oğullar, xala qızı, bibi qızlar. Bəs sürün, siz haqq qədri bilən insan deyilsiniz axı. Siz bu vaxta kimi siyasi fəalların, jurnalistlərin, bizim müqəddəslərimiz olan qazilərin haqqını tutmamışsınız. Onları bu qədər müdafiə etməmişsiniz. Azərbaycanda müxalifət yoxdur deyənlərə buradan səslənir. Azərbaycanda heç zaman bir müxalifət lideri xalq tərəfindən bu cür müdafiə olunmuyor. Yəni, həqiqətən ayıb olsun bizə. Biz show business əliyik. İlham Əliyev belə deyirəm, nə belə də adam olan həqiqətən demək də dili gəlmir. Belə baxıram ki, bəzən mənə deyən deyirdim, yox. İlham Əliyev deyir, nə eləyir, haqqı eləyir. Mən həmişə mübahisə eləyirdim. Mən bundan sonra heç mübahisə də eləyə bilməyəcəm ki, bu xalqa, bu millətə haqqı eləmir İlham Əliyev elədiklərin. Bəs durun, bezdirmişsiniz. Özünüzə gəlin. Xalq, millət, haqq qədri bilən insan birinci növbədə öz qazilərinin, şəhidlərin haqqını istəyər. Ancaq TikTokerlərin zadın yox.